Bu komandalardan soruşuram. Siz mənə deyin görün. Çıxmanın kompüteri hansılardır? Azalan, çıxılan fərq. Əyləşin. Kənarlaşdırırız. Aha, yaxşı. Azdan tapmaq üçün edirik. Birinci şeyin bastı. Fərqdən çıxılanı toplayır. Aha, fərqin üzərinə Çıxılanca. Ay, sağ ol, topluluq deyilsə düz dedin. Aferin, düzdür, əyləş. Aha, yaxşı. Bəs çıxılan tapmaq üçün edirik. Birinci fərq vurdum. Çıxılan. Fərqdən azalandan fərqi çıxır. Azlandan fərqi çıxırıq, düzdür, əyləş. Yaxşı, siz deyin görün mənə, bir dəqiqə qulaq asın. 5-in 2 qatı ilə 3-ün 2 qatının cəmi. Birinci Arif dedi. 5-in 2 qatı ilə 3-ün 2 qatının cəmi. Mənim 10 üstəgən 6 bərabərlik 16. Ay, sağ ol, əyləşin, aferin. Hüseyin və Ləman. Təzə figurlar hansılardır? Görüm Ləman. Kub, kubolit, konus, kürə. Aferin, əyləş Hüseyin sən. Yaxşı. Müstəqil figurlar hansılardır? Müstəqil figurlar hansılardır? Bas deyən. Bilirsənsə bas deyən. Müstəqil figurlar hansılardır? Cavab verə bilmədiniz. Yaxşı. Sən de növbəti sualımız. Kubun neçə yüzü var? 400. Səhvdir. Kubun neçə yüzü var? 6. 6. Sən əyləş. Sən keç ora. Aha. Yaxşı. Hansı fəza fiqurunun təpə nöqtəsi yoxdur? Fəza figuru kürə. Kürə. Ay sağ ol. Əyləş Hüseyin. Yaxşı. Gəl də. Aha. Siz də görün mənə. Fəza fiqurları ilə müstəqil fiqurların fərqi. Deyil. Bax, bilmirsən niyə basırsınız qızım? Gəl. Müstəqil fiqurların ölçüsü 2'dir. 2 ölçüdür, aha. Fəza fiqurların ölçüsü 3'dür. 3 ölçü. Daha sonra? Hansını əllə tuta bilirik? Fəza fiqurunu tuta bilir, amma müstəqil fiqurunu tuta bilmir. Ay sağ ol. Əyləşin lütfən. Keçin, gəlin görüm. Ləmanla Məhəmməd. Silindirin neçə yüzü var? 3. Səhv cavab verdim. Neçə yüzü var? 0. Səhvdir, ikimiz edik. Əyləşin. Silindirin neçə yüzü var uşaqlar? 2. Silindirin 2 yüzü var. Yox, Ləman, əyləşin. Qaldı 2 nəfər uşaqlar. Silindirin 2 yüzü oldu. Aha, yaxşı. Sakit. Növbəti yarım finala kim çıxacaq? Konusun üzü hansı formadadır? Konusun üzü hansı formadadır? Yenidaşma, Roman. Konus bir üzü var. Aha, bir üzü var. Hansı nə formasındadır? O dairə. Dairə. Ay, almışlayaq Romanı. Ay, sağ ol. Dairə. Keç yarım finala keçdin sən. Aferin.